Salam hörmətli izləyicilər və kanalın əziz abunəçiləri. Bu videoda faraların polirovkası haqqında danışmaq istərdim dostlar. Özümüz əlimizlə necə polirovka eləyə bilərik? Diqqət eləyə bilərik ki, faranın vəziyyəti nə yerdədir. Yəni bu adi aşağı dumanlıya baxanda qabaq fara sarımtıldır. Diqqət eləyin. Həmçinin bu tərəfdən də. Nə dərəcədə kamera onu sizə verə bilir bilmirəm. Amma farada çox problem var. Mən elə düşünürəm ki, dostlar, burada müəyyən cızıqlar var. Onlar şüşənin içindədir. Cızıq deyil bu. Hardasa belə deyim də partlamadır, yəni nəsə belə bir şey. Ən azından indi üzdən işləyəcəyik və çalışacağıq heç olmasa bu səviyyəyə çatdıraq. Baxırıq. Demək, bunu ilkmək üçün faranı yerindən çıxartmağa ehtiyac yoxdur. Hərçənd ki, mən çıxardacağım, çünki elantralarda çox sadə çıxır fara. İndi göstərəcəm hardan necə. Bunun üçün dostlar bizə nə lazımdır? Baxırıq. Mini şkurka, sonra 1200 şkurka, 2000'lik. Vəssalam. 4 dənə şkurka işimizi görəcək. Başlayaq. Demək dostlar, elantralarda faranı elə cür düzəldiblər ki, elə bir konstruksiya qoyublar ki, adi bir dənə lampanı dəyişmək lazımdırsa artıq fara çıxmalıdır. Sadəcə adamın əli girmir ora ki, oradan hələ lampa da çıxarda ya və yaxud nəsə bir iş görə. Amma sökülməsi də çox sadədir. Demək dostlar, 1 şurup, 2 şurup, bolt üzr istəyirəm. 1 bolt, 2 bolt, 10 və 3-cü burdadır. Bu 3 boltu açandan sonra buradan da ştekeri çıxardırıq, faranı çəkirik özümüzə tərəf. Və təkrar eləyirəm, çıxartmadan da edə bilərsiniz. Sadəcə mən çıxardıb sonra polirovkalayacağım. Dostlar, başlayırıq mini şkurkadan. Gördüyünüz kimi belə kvadrat kəsdim qayçı ilə və həmən bu mini şkurka ilə demək suya isladırıq. Burada sudur, başqa heç bir şey deyil. Bunu sürdürük. Faranı sürdürük. Yaxşı sürdürük dostlar. Burada cızıqlar var, görürsüz. Görürsüz cızıqlar. Demək ki, o cızıqları örtmək üçün tələsmirik. Başdan axıra qədər səliqə ilə tələsmədən tam matı edirik. İşləyim, qoşulum. Demək dostlar, işimiz davam edir. Bir dənə minliyim biri artıq hiss eləyirəm ki, effektin itirdi, kvadratın biri. İndi növbəti kvadratı kəsəcəm. Görə bilərsiniz ki, hələ ki biridir. Fara belə bir vəziyyət alır. Qorxmayın, bu matı olmalıdır da. Tam mat vəziyyətinə çatdırmışıq. İndi müəyyən yerlərdə cızıqlar görünür. O cızıqlar kamera yəqin ki ötürmür. Bu burada lap çox görünür. Mən bilmirəm, bunu mən aradan qaldıra biləcəm ya yox. Axırı hələ ki işləyirik minli ilə. Elə isladıram, sürdürəm, isladıram, sürdürəm. İşimiz davam edir. Demək dostlar, 3 kvadrat mini şkurka ilə artıq bu vəziyyətə gətirib çıxartdım. Tam matıqıdır. Təəssüf ki, bir neçə yerdə cızıqlar o qədər dərindir ki, artıq onu demək olar ki, mümkünsüzdür çıxartmaq. Amma digər tərəfdən heç də pis vəziyyətdə deyil. Demək, mini şkurkanın nəticəsini görürsünüz. Yerdə və gördüyümüz kimi mini şkurkadan 1, 2, 3 kvadrat gedib. Sanıram bəs eləyər. İndi dostlar keçirik 1200-yə. 1200 ilə işləyirik, yenə qoşuluram. Demək dostlar, 1200 şkurka ilə işləyirik. Suya batırırıq və bu qaydada dairə vəziyyətdə gedirik. Elə eləmək lazımdır ki, suyu bol olsun. Belə bir qubqadan da istifadə edib tozunu təmizləyirik və işləyirik.
fikir verərsinizsə, burada müəyyən qədər cızıqlar qalıb, amma düşünürəm ki, o cadardardır və içindən olub. Çünki üzdən artıq minli ilə 3 kvadratlıq işləmişəm, o getməyib. Neyb yoxdur. 1200 ilə işləyirik. Dostlar, demək 2 kvadrat 1200-dən sonra far artıq bu vəziyyətdədir. Görə bilərsiniz ki, 2 kvadrat işləmişəm. Və belə bir vəziyyətə çatdırdıq. Demək, artıq minlikdən istifadə eləmişik 3 kvadrat. Sonra 1200-dən istifadə eləmişik 2 kvadrat. İndi keçirik dostlar 1500-yə. 1500 ilə işləyirik və sonradan qoşulacam. Hələ ki faranın vəziyyətini görürsünüz. Belədir. Demək dostlar, artıq 3-cü kvadrat 1500 ilə işləmişəm. Vəziyyət belədir. Baxa bilərsiniz ki, 3-cü kvadrat 1, 2, 3. 1500-ü ən məsuliyyətli tərəfidir dostlar. 1500 ilə işləyəndə çalışmaq lazımdır ki, bütün arada olan cızıqları aradan qaldırasınız. Tələsmirik də yəni. Yavaş-yavaş səliqə ilə 1500 ilə işləyirik. İşimiz davam edir. Yəqin ki 4-cü və 5-ci kvadrata da istifadə edəcəm. İndi getdikcə qoşulub sizə göstərəcəm. Demək dostlar, 1500 ilə artıq 4 kvadrat işləmişəm. 1, 2, 3, 4. 4 kvadratını işləmişəm. Belə bir nəticə əldə eləmişəm. Və artıq keçirik 2000-liyə. 2000. Kəsirik bundan başlayırıq işləməyə. İşlədikcə qoşulacam. Demək dostlar, 2 kvadratda 2000-li ilə getdim. Üzr istəyirəm. 1 kvadrat. 1 kvadrat bəs elədi. Sanıram ki 1 kvadrat bəs elədi dostlar. Nə tərsə oldu ya, arxasında probkası açıq imiş. İçəridə nəmişlik yığıldı. Demək dostlar, bu işi eləyəndən sonra istənilən polirovka, fərqi yoxdur, istənilən polirovka nə varsa, ondan biraz vururuq və başlayırıq polirovkalamağa. Polirovka götürüm, qoşulum. Demək dostlar, videomuz davam edir. Şkurkalarla işimizi qutardıq. Və dediyim kimi polirovkaya keçirik. Polirovkanı mən reklam eləmirəm, sadəcə məndə olan belə bir polirovka var. Bu maşını polirovka eləyirlər cürbəcür polirovkalarla. Yəni yenə də deyirəm, dəxli yoxdur, hansı olur olsun. O polirovkadan belə vururuq bura. Bu qaydada. Və başlayırıq adi pambıq dəsmalla. Yəni bu bərk olmamalıdır da, yumuşaq dəsmalla. Onu başlayırıq ora sürtməyə. 1.50 olduğum üçün tam göstərə bilmirəm. Bunu indi mən sürtüm tam, ondan sonra effektini sizə göstərəcəm. Demək dostlar, yalançı çıxmamağım üçün oğul baladan xahiş elədim videonu saxlasın, kameranı saxlasın və sizin öz gözünüzün qabağında eləyək baxaq. Demək, həmən fara baxırıq. Demək dostlar, bu polirovkanı 2 dəfə eləmək lazımdır, 3 dəfə eləmək lazımdır. Baxın da öz zövqünüzə uyğun. Vəziyyət sizi tam qane edənəcə. Artıq buranı elədim, effekti gördüm, ona görə oğul balaya dedim, gəlib çəkiliş eləsin ki, mən də bu işi sizin yanınızda görüm. Quru tərəfi ilə başlayırıq. Oğul bala kadr arxasında deyir, vay be. Görürsünüz dostlar, nə alınır. Birinci nə idi, bu nədir? Hələ bu birinci polirovkasıdır. Yenə də bu su damcılarına fikir verməyin. Probkası arxadan açıq olub, üzürlü sayın bu mənim
səhlənkarlığımdır, belə deyək. Bu effekt bir il yarım maşında qalır. Mükəmməl olar ki, bu polirovkadan sonra maşın lakı vurasınız və ya plyonka çəkəsiniz üstünə. Söz yox, onlarla da xarab olacaq, amma biraz gec olacaq. Amma bu vəziyyətdə heç nə eləməsəz, bir il yarım buna zamanəti var ki, bu öz şəffaflığını bu dərəcədə saxlayacaq. Dostlar, bu hələ birinci dəfəmdir, polirovkamın birincisidir. Və bu eləyəndən sonra ikinci dəfədə gedirik. Və final. Dostlar, bir tərəfi bu mənim hazırladığım və bu öz üstündəki. Bu qaydada o bir tərəfdə edəcəm. Bəyəndisə dostlar, barmaqları yuxarı saxlayırıq. Sağ olun, növbəti videoda görüşmək ümidi ilə.